hər kəsə hər vaxtınız xeyir olsun. Bu günləri fizika fənnində əsas rol oynayan bəzi riyazi anlayışlar var ki, bunlar haqqında danışacağıq. Bu anlayışlar fizikanın bir çox bölməsində sizin köməyinizə çatacaq və eyni zamanda real həyatda da qarşılaşacağınız bir çox problemlərin həllində də kömək etmiş olacaq. Bu videomuzun gedişatında daha çox video izahları ilə paralel test izahı da mövzuda olacaq və eyni zamanda real həyata da tətbiq edərək mövzumuzu daha da təkmilləşdirəcəyik. Elə isə vaxt itirmədən keçək videomuza. Biz YouTube kanalımızda həndəsənin əsas anlayışları haqqında dərs izahımızı paylaşmışdıq. İstəyən olsa, yəni həmin videoyu kesit edib həmin videomuza baxa bilər. İndi isə biz daha çox riyaziyyatın hansı bölməsindən başlayacağıq? Həndəsə haqqında, yəni riyaziyyatın həndəsə bölməsinə giriş edəcəyik və həndəsədəki olan əsas anlayışlar var ki, bunlarla tanış olacağıq. İlk mövzu olaraq çevrə və dairədən başlayaq. Çevrə və dairə. Gəlin ilk öncə çevrə və dairənin fərqinə baxaq. Çevrənin uşaqlar içərisi boş olur. Yəni çevrənin yalnız kənar uzunluğu olur. Dairənin isə sahəsi olur. Nümunə olaraq göstərsək, çevrəyə qızıl qolbaqların nümunə göstərə bilərik. Dairəyə isə qəpik, qapaq və sair nümunələr göstərmək mümkündür. Yəni, əsas fərqli cəhət çevrənin içərisinin boş olması, dairənin isə səthinin sahəsi olduğunu bilməliyik. İndi çevrə və dairəyə aid bəzi anlayışlar var, onlar haqqında danışaq. Buradan da bu haqqında danışaq. Deməli, bu olsun dairənin mərkəzi. Burada gördüyünüz dairənin mərkəzindən kənar nöqtəsinə qədər olan uzunluğa biz həmin dairənin radiusu deyirik. Yəni burada OA həmin dairənin radiusu adlanır. Və böyük R və yaxud da kiçik R ilə işarə oluna bilər. Yəni vəziyyətdən asılı olaraq. Gördüyünüz BC uzunluğu isə həmin dairənin diametridir. Və kiçik D hərfi ilə işarə edirik. Burada görməli olduğumuz bir anlayış var. Fikir verirsinizsə, bu dairə özü 2 dənə radiusdan təşkil olunub. Yəni, bu qayda da belədir. Bir diametr 2 radiusun cəminə bərabərdir. Nə demişdik? Radius çevrənin mərkəzindən kənar nöqtəsinə qədər olan uzunluq deyildimi? Fikir verirsinizsə, diametrdə bu iki radiusun birləşməsidir. Və hətta saxlayın, diametr həmişə çevrənin mərkəzindən keçməlidir. Çünki keçməsi artıq o diametr sayılmayacaq. Və yaxud da İndi sayılmayan olan hala baxaq. Məsələn, indi artıq çevrənin mərkəzindən keçməsində deyək ki, bura M nöqtəsi olsun, burada N. Baxın, bu gördüyümüz uzunluğa isə biz
vətər deyəcəyik. Və diametr ən böyük vətər hesab olunur. Diametr ən böyük vətər hesab olunur. Yaxşı, deyək ki, çevrənin yalnız nəyi var? Uzunluğu var. Biz digər mövzularda da 3 bucaq olsun, 4 bucaqlı olsun və s. çox bucaqlı olsun. Hər birində həmin fiqurun perimetrini tapmış oluruq, düzdür? Amma çevrənin tərəfi, tili, bucaq olmadığına görə biz artıq çevrənin uzunluğu anlayışını daxil edirik. Və çevrənin uzunluğunu biz kiçik R hərfi ilə işarə edirik. Düsturu isə 2 pi r düsturu ilə hesablanır. Yəni burada radiusun kiçik və yaxud da böyük olmasının çox da fərqi yoxdur. Deməli, çevrənin uzunluq düsturu 2 pi r. Sonra keçid eləyək, çevrə haqqında danışdıq və çevrə və dairə danışanda dairənin dedik ki, nəyi var? Səthinin sahəsi var. Bəs bu dairənin səthinin sahəsi hansı düsturla hesablanır? Deyilsə, o isə pi r kvadratı düsturu ilə hesablanır. Gəlin indi biz bu öyrəndiklərimizi fizika ilə də əlaqələndirək. Çünki fizikada biz vahidlər keçirik ki, uzunluq vahidi var, zaman vahidi var, kütlə vahidi var və sair vahidlər var ki, biz burada artıq uzunluq vahidindən danışırıq ki, uzunluğun fizikada öyrəndiyimiz kimi vahidi metr olmalıdır. Yəni, biz burada vahid olaraq qeyd eləmək istəsək, əsas vahid, beynəlxalq sistemdə əsas vahid olan metrdən istifadə edəcəyik. Bəs deyərsiniz, müəllim, santimetr, desimetr bunlardan istifadə eləmirikmi? Təbii ki, istifadə edirik. Santimetr, desimetr istifadə oluna bilər. Lakin bir çox halda biz əsas vahidləri ön planda göstəririk və əsas vahidlərlə izah veririk ki, testlərin nəticəsində, son nəticədə həmişə əsas vahidlərlə çox halda qeyd olunur. Bir də əsas burada fərqləndirməli olduğumuz məsələ nədir? Yadda saxlayın ki, söhbət uzunluqdan gedirsə, burada vahid metr olmalıdır. Sahədən gedirsə, vahidi nə olmalıdır deyə soruşsaq, fikir verirsinizsə, burada pi ədədi ki, sabit bir ədəddir. Amma burada r radiusdur, uzunluqdur. Yəni, iki dənə uzunluğun bir-birinə hasili, yəni metr vur metrdən nəyə bərabər olacaq? Bəli, metrin kvadratına bərabər olacaq. Burada bəs necə olur? Yalnız metr. Çünki 2-dir, pi-dir, burada sabit ədədlərdir. Amma radius verilən sualdan asılı olaraq dəyişə bilir. Ona görə də uzunluğun vahidi metr, sahənin vahidi metr kvadratıdır. Bu yalnız çevrə və dairə yox, bütün mövzulara aiddir. Yəni, istənilən bir mövzuda 3 bucaq olsun, 4 bucaq olsun, n bucaqlı olsun. Əgər sahədən söhbət gedirsə, sahə sözünü görürsünüzsə, vahidi metr kvadratı olmalıdır. Digər vahidlərə də aiddir. Yəni, santimetr isə santimetrin kvadratıdır. Desimetr isə desimetrin kvadratı olmalıdır. Və biz burada gəlin indi həcm anlayışı haqqında danışdıq. Yəni, uzunluğunu dedik, səthinin, dairənin sahəsini dedik, hesabladıq. Bəs biz bunu həcm olaraq necə təsvir edə bilərik? Gəlin bu haqda danışaq ki, fiqurlar müstəvi fiqurlar ola bilər, bir də fəza fiquru ola bilər. Ki biz bunu riyaziyyatda planimetriya və həcm, fəza fiqurlarına aid elədiyimiz bir bölməmiz mövzudur ki, yəni müstəvi fiqurlar müstəvi səthində çəkilə biləcək fiqurlardır ki, məsələn üçün burada çevrədir, dairədir, 3 bucaqdır, 4 bucaqdır, kvadratdır, düz bucaqlıdır. Bunlar hamısı müstəvidə çəkilə biləcək fiqurlardır. Bir də var ki, fəza fiqurları ki, biz bunu 3 ölçülü koordinat sistemində təsəvvür edirik. Bunu necə əlaqələndirək? Yəni, məsəl üçün biz özümüz, biz hal-hazırda hərəkət elədiyimiz, yəni ümumiyyətlə biz fəza koordinat sistemində hərəkət edirik. Fəza koordinat sistemi dedikdə də
otağınıza baxsaz onu görmüş olarsınız. Otağınız bir çox halda otaq eyni olur, dördbucaqlı olur da, eyni uzunluğu olur və fəza fiqurunun olması, yəni niyə fəza olduğu təsvir olunur ki, burada da artıq həmin otağın hündürlüyünü əlavə eləmiş oluruq ki, yəni fəza fiqurlarında da bu hündürlük anlayışı məsələyə daxil olur və artıq həmin fiqurlara biz fəza fiqurları deyirik. Fəza fiqurlarına kürəni, konusu, silindri, tetraedri, prizmanı və s. göstərə bilərik. İndi çevrə və dairə haqqında danışdığımıza görə gəlin kürə haqqında da danışaq. Çünki artıq kürənin həcmini də öyrənmiş olacağıq. Kürəyə keçməmişdən qabaq istəyirəm ki, burada izahımızı verdik, buna nümunələrə də baxaq. Məsələn, nümunə belə olsun bizdə. Deyək ki, bu indi dairə olsun. Bu dairənin radiusu olsun 5 metr. Buna əsasən bizdən nə soruşula bilər? Həmin dairənin diametri, həmin dairənin çevrənin uzunluğu və dairənin səthinin sahəsi soruşula bilər. Nə edirik? Çox sadə. Radius zaten verilib 5 metrdir. Diametr dedik ki 2 radiusa bərabərdir. Onda bu düsturu qeyd eləməmişik. Diametri burada nəyə bərabər olmalıdır? 2 r. Ona görə 2 vur 5-dən 10 metrə bərabər olacaq. Uzunluq düsturunda isə yerinə qoysaq 2 vurulsun pi bir çox halda əgər verilməsə 3,14 olaraq hesablanır. Verildikdə isə 3 verilibsə 3-dən hesablaya bilirik. Radiusu da dedik ki 5-dir. Mən indi yerinə qoymayacağım, pi olaraq saxlayıram ki artıq bu çevrənin uzunluğu 10 piyə bərabərdir. Sahəsi isə nə olacaq? Pi r kvadratından pi vurulsun 5-in kvadratı. O da olur nə? 25 pi. Yaxşı. Bax, bu qaydada hesablayacağıq. İndi yerinə qoyaq. Mən qoyum yerinə 3 metr. Bunu isə siz hesablayıb cavabınızı tapın. Şərhlərdə də qeyd edə bilərsiniz. Keçək indi kürəyə. Kürə nədir? Kürə dairənin üç ölçülü bir quruluşudur. Kürənin deyək ki, burada mərkəzində olan çevrəni, yaxud da dairəni təsvir eləmişik. Dediyimiz kimi, bayaqlar necə dedik? Dairənin radiusu var və gəlin biz buradan bu dairənin radiusunu çəkək. Və yadda saxlayın, çevrənin əgər, daha sonra kürənin mərkəzindəki olan, biz əgər dairəyə baxırıqsa, o radius həmin kürənin ən böyük radiusu hesab olunur. Bax, ona görə bayaq deyirdim ki, böyük yer və ya kiçik yerin işarələnə bilər. Ona görə bu mərkəzə yerləşdiyinə görə, indi tam mərkəzə düşmür, amma təsəvvür edək ki, mərkəzində yerləşir. O halda bu radiusa biz böyük hərfinə işarələyirik. Digər dairələr də çəkmək mümkündür ki, məsələn, buradan çəkək, yaxud da buradan çəkmək bilər. Radiusları da qırıq-qırıq kiçik yerlə işarələyirik.
Deyək ki, bu R1, bu da R2. Yəni əsas başa düşməyə çalışırıq ki, bu kürə dediyimiz anlayış sanki kiçik-kiçik dairələrin sanki üst-üstə yığılmış versiyasıdır. Sadəcə ortadakı olan dairənin radiusu ən böyükdür. Yuxarıya doğru getdikcə həmin radius kiçilməyə başlayır və yaxud da eyni zamanda aşağıya doğru. Və bunların birləşməsi bizə kürəni vermiş olur. Yaxşı, kürənin dedik ki, nəyi var? Həcmi var. Və yadda saxlayaq ki, həcm V hərfi ilə işarə olunur. Bu bir çox mövzularda da belədir. İstər konusda, istər silindirdə fərq eləmir. Həcm hər yerdə V hərfi ilə işarə olunur. Prizmada. Deməli, həcmin düsturu, kürənin həcm düsturu 3/4 pi r kubu ilə hesablanır. Ki, buradakı r bu mərkəzdəki radiusdur. Bunu yadda saxlayaq. Bəs vahidini çıxartmaq istəsək, nə deyərik? 3/4 pi burada sabit ədəddir. Radiusun dedik ki, vahidi metrdir. Onda metr vur metrdən tapırıq ki, həcmin vahidi nəyə bərabərdir? Metrin kubuna bərabərdir. Yəni, artıq bir mənalı olaraq, əgər uzunluqdan söhbət gedirsə, həmişə vahidini metr qəbul edirik. Sahədən söhbət gedirsə, fərqi yoxdur. 3 bucaq, 4 bucaq, çox bucaq metr kvadratı olacaq. Həcmdən söhbət gedirsə, həmişə metrin kubu olmalı. Yəni, vahidin dərəcəsində 3 olmalıdır. Yaxşı, bəs deyərsiniz, müəllim, həcmindən başqa bu kürənin səthinin sahəsi də ola bilər də, sferanın səthinin sahəsi ola bilər. Bəs o düsturu hansı nə ilə hesablayırıq? Yəni, onu da qeyd edək. S-sfera. Yəni, bu kürənin səthinin sahəsi. O isə 4 pi r kvadratı ilə hesablanır. Yəni, bax, bu anlayışlar əsas anlayışlardır ki, bunları mütləq bilmək önəmlidir. Uzunluğu 2 pi r, dairənin sahəsi pi r kvadratı, kürənin həcm düsturu 3/4 pi r kubu, səthinin sahəsi isə 4 pi r kvadratı ilə hesablanır. Yəni, indi bunu daha çox fizikada qarşılaşa biləcəyimiz, qarşılaşma ehtimalımızı böyük olan prizma ilə əlaqələndirək indi. Çünki artıq həcm haqqında danışdıq da. Gəlin indi prizmanın həcmini hesablanmasına öyrənək. Çünki bu həqiqətən də fizikada deməli qarşımıza çıxır. Məsələlərdə olsun, istər riyaziyyat olsun, fərq yoxdur. Yəni, qarşımıza mütləq ki, çıxacaq. Yine 3 ölçülü bir fəza fiqurumuzu çəkək. Baxın, bunun səthinin sahəsi, əslində hər bir səthi bir müstəvi fiqurdur. Baxın, bunun özü bir düzbucaqlıdır. Hər üzü bir düzbucaqlıdır deyək. Düzbucaqlının eni var, uzunluğu var. Gəlin, oturacaqdakı olan düzbucaqlıya baxaq. İndi biz bunu kənardan baxırıq deyə bilib. Paralleqrama oxşuyur. Amma təsəvvür edək ki, baxın, hər bir üzü bu formada düzbucaqlılardan təşkil olunub. Oturacağı da eyni qaydada. Düzbucaqlının eni var, uzunluğu var. Enini A ilə işarə edək, uzunluğunu B ilə işarə edək. Və bu fəza fiquru olduğuna görə bunun həm də bir hündürlüyü mövcuddur. Bunu da gəlin H ilə işarə edir. Bu üç ölçülü fiqurun həcmini tapanda bilməli olduğumuz anlayış odur ki, A vurulsun, B vurulsun, H olacaq.
Dərslərin bir çoxunda S ilə işarələyir. Fərq yoxdur, yəni bunu S ilə işarələsə S yazacaqdıq. Sadəcə daha yaxşı anlaşılır olsun, daha başa düşülən olsun deyə hündürlüyün ilk hərfi olan H ilə işarələdik. Danışdıq. Yəni həmin bu prizmanın həcm düsturu oturacağının sahəsinin hündürlüyə hasilinə bərabərdir. Və təbii ki, hər birinin səthin sahəsini də hesablaya bilərik. Səthin sahə düsturu da düzbucaqlının sahə düsturu ilə eynidir. Əgər biz bunun S səthinin sahəsini tapmaq istəsək, N-in uzunluğuna vurmaqla tapmış olacaq. Yəni deyək ki, bunu səthi, yəni bu çəkdiyim səthə baxırıqsa, bunun hündürlüyü H, burada H-dır da. Sanki elə bir bu düzbucaqlının eni H-dır, uzunluğu B-dir. Onda sahəsi olacaq H vurulsun B. Və yaxud da bu hissənin sahəsini tapmaq istəsək, yenə də eyni qaydada. Eyni deyək ki, adı uzunluğu H-dır. Burada sahə isə nəyə bərabər olacaq? H vurulsun A. Yəni, buradakı hərflər gözə uyğun gəlməsə belə, yəni çox halda əzbərləyirik ki, düstur budur da, bundan hesablayacağıq. Amma siz düsturdakı olan hərflərə baxmaqdansa, ümumi anlayış başa düşsəz ki, məsələn, sahədə eyni uzunluğa vururuq, hündürlüyə vururuq, artıq orada A, B, S, yaxud da Z, M fərqi yoxdur, hər hansı bir hərflə işarə oluna bilər. Hərflərin artıq burada heç bir önəmi yoxdur, əsas mahiyyəti başa düşəndən sonra. Ümumi danışacaqlarımız bunlar idi. Yəni, sahədir, çevrə, dairə haqqında ümumi danışmış olduq. Fizika ilə biraz əlaqələndirək. Deyək ki, bu prizmanın eni 3, uzunluğu 5, hündürlüyü də olsun 4. Buna əsasən bu fiqurun həcmini tap. Necə taparıq? Düstura əsasən. Bəli, enin uzunluğunu vurarıq, onu da vurarıq hündürlüyə. Taparıq ki, 3 vur, 4 vur, 5-dən 60 vahidi nə olacaq? Bəli, metrin kubu. Yəni, qeyd olaraq burada yazaq. Bir daha uzunluğun vahidi. Metr, sahənin vahidi metr kvadrat, həcmin vahidi metr kubudur. Aku sayang, kamu juga sayang, tapi sayang kita berjauhan. Tahan, tahan. İndi isə öyrəndiyimiz qaydanı real həyata tətbiq edək. Bunu harda yoxlayacağıq? Mətbəxdə ətli bilincik bişirəcəyik və bu bişirmə prosesində riyaziyyatla əlaqələndirmələr eləyəcəyik ki, daha da yaxşı dərsi mənimsəmiş olasınız. İndi isə keçirik bilinç xəmirinin içliyinə. Bizə lazımdır 2 ədəd yumurta. 2 ədəd yumurtamızı qırıb başlayaq. Bir xörək qaşığı pesok, bir çimdik tuz kavurmaq üçün,
Bunları əvvəlcə qəşəng qarışdırırıq. İndi 400 ml südümüzü əlavə edirik. 100 ml su əlavə edəcəyik. Suyumuz yəni ilıq su olsun. Ardından da 7 xörək qaşığı unu, qabartma tozu və vanillə səpib qəşəngcə qarışdıracağıq. Mən bir çox halda vanili elə hələ unu qatmamışdan qabaq qoyuram. Onda qəşəng qoxusu olur bilinçkin. Ona görə bir paket vanil əlavə elədik. Qəşəng qarışdırandan sonra artıq 7 xörək qaşığı unla nə sulu çox, nə də ki çox qatı olacaq. Orta ölçüdə bir qatılığı olacaq ki göstərəcəm. Ən sonda da 3 xörək qaşığı da bitki yağı əlavə edib tamamlayacağıq. Üzerine bir paket kabartma tozu. Dört kaşık əlavə edirik. Üç xörək qaşığı yağımızı da əlavə edirik və tamamlayırıq. Baxın, fikir verirsinizsə, burada hər şey ölçü ilədir də. Bəs bizim riyaziyyatdan da öyrəndiyimiz qayda olsun, fizika ya da riyaziyyat, hər ikisindən də öyrəndiyimiz dərslər də sırf bununla əlaqəlidir. Hər şeyi ölçüdə etmək lazımdır və hər şeyin ölçüsünü bilmək önəmlidir. Ölçünü dəqiq biləndən sonra hər şeyi gözəl şəkildə hazırlamaq mümkündür. İndi gəl mən sizə qatılığını göstərim. Qatılığı baxın bu formada alınır. Baxın, bu qaba gəlin biraz real həyatı riyaziyyatla fizika ilə əlaqələndirək. Bu qabın özü bir 3 ölçülü fəza fiqurudur. Bu qabın hündürlüyünü, enini və uzunluğunu görürsünüz. Buna əsasən, baxın, belə bir sual yarada bilərik ki, verilmiş qabın həcmi bu qədərdirsə, biz bu, yəni içindəki olan maye bütöv qabın həcminin hansı hissəsini təşkil edir? Buna əsasən bunu hesablaya bilərik. Həcmi necə taparıq? Həcmini tapmaq üçün enini uzunluğuna vurub, onu da hündürlüyünə vurub taparıq həcmini. Sonra bu mayenin hündürlüyünü müəyyənləşdirib, bu mayenin həcmini taparıq və hansı hissəsini təşkil edir deyəndə də mayenin həcmini bütöv qabın həcminə bölüb sualın cavabını tapmış olarıq. İndi isə keçək birinçikimizin hazırlanmasına. İndi isə birinçikimizi pişiririk. Altını yandırdıq ki, qızsın və yağımızı əlavə edəcəyik. Hələ ona keçməmişdən qabaq da bu məsələni demək istəyirəm ki, fikir verirsə qabımız kürə formasındadır. Və siz artıq radiusunu görürsünüz. Radiusa əsasən bu dairənin sahəsini tapmaq mümkündür.
Bilinçiklərimiz artıq hazırdır. Bu reseptlə 8 ədəd bilinçik alınır. İndi isə keçirik içliyini hazırlamağa. İçliyi üçün gözə yarı bir şeylər hazırlayacağım. Ürəyiniz nə qədər istəyir, bu formada doğrayın. Şimdi qabımızda qızmış tabağımıza yağımızı əlavə elədik. Yəni taba mütləq qızmalıdır ki, sonra yağ əlavə edin. Onda yaxşı qızarmır yemək. Doğradığımız pomidorları əlavə edirik. Biraz uzaqda yanmalıyıq. Baxağımızı da fazlaca saxlayaq ki, qalımız alıyıq. Biraz təncə alalım. Zövqə uyğun duz göz əlavə edəcəyik. Biz burada ardıcılığı səhv elədik. Birinci ən yaxşısı əti qovurmaqdır. Sonra pomidorla göyərtini əlavə eləmək idi. Bizim burada belə bir səhvimiz oldu. Siz o səhv eləməyin. Demək olar ki, artıq içliyimizi də hazırladıq.